Bugünkü mövzumuzda DSMF, icbari tibbi sığorta, işsizlikdən sığorta kimi əmək haqqında olan tutulmaların dövlət büdcəsinə ödənilməsi formasına baxacağıq. Bunun üçün ilk növbədə daxil oluruq əməkdaşlıq etdiyimiz bankın onlayn bankçılıq sisteminə, yəni bir bank biznesə. Və keçid edirik buradan köçürmələr bölməsinə, yeni köçürmə yaradırıq. Daxil oluruq köçürmələr bölməsinə. Burada bank daxili, bankdan kənar milli valyuta və bankdan kənar xarici valyuta bölmələri var. Bu haqda əvvəlki dərslərimizdə danışmışdıq. Biz əgər dövlət büdcəsinə ödəniş həyata keçiririksə, yəni tutalım ki, işsizlikdən sığortanı dövlət büdcəsinə ödəmək istəyiriksə, biz gələcəyik bankdan kənar milli valyutaya. Buna səbəb odur ki, dövlət bankı, yəni dövlət büdcəsi bank daxil olaraq kapital bankla əməkdaşlıq etmir və yaxud da hər hansı bir xarici valyuta ilə əməkdaşlıq etmiş sayılmır. Dövlət büdcəsinə olan ödənişlərin hər birisi Dövlət Xəzinədarlıq Agentliyinə köçürülür. Bunun üçün də biz daxil oluruq bankdan kənar milli valyutaya. Sənədin nömrəsini Kapital Bank tərəfindən avtomatik verilir, ölkə daxili bir olaraq qeyd olunur. Hesabı isə seçirik bizim şirkət hesabına, hansı ki ödənişi həyata keçirmək istədiyimiz hesab. Növbəti bölmə isə artıq bank məlumatıdır. Dediyimiz kimi biz ödənişi Dövlət Büdcəsi Bankına, yəni Dövlət Xəzinədarlıq Agentliyinə köçürəcəyik deyə həmin bankın bank kodunu bura qeyd etməliyik. Dövlət büdcəsinə olan ödənişlərin rekvizitlərini tapmaq üçün Google-da yeni bir tab açıb büdcə rekvizitləri yazsanız, büdcə rekvizitləri barədə məlumatın verilməsi olan bölməyə daxil olub bütün tutulmaların ayrı-ayrı rekvizitlərini buradan tapa bilərsiniz. Məsələn, işsizlikdən sığorta ayrılmaları, köçürüləcək hesablar, məcburi dövlət sosial sığorta, yəni DSMF-nin köçürüləcəyi hesablar, icbari tibbi sığorta, hansı büdcə rekvizitləri əsasında köçürülür və yaxud da vergi və digər büdcə ödənişləri hansı hesablar əsasında köçürülürsə, onları buradan tapa bilərsiniz. Fərz edək ki, biz köçürmə etmək istəyirik, ödəniş etmək istəyirik işsizlikdən sığorta ayrılmaları üzrə. Yüklənmiş Excel faylını açırıq. İşsizlikdən sığorta ayrılmaları köçürüləcək hesabın rekvizitləri. Bu rekvizitlər özlüyündə iki yerə bölünür. Naxçıvan Muxtar Respublikası üçün ayrı qaydada, Naxçıvan Muxtar Respublikası istisna olmaqla digər respublikanın şəhər və rayonlarında isə fərqli formada ödəniş olunur, yəni başqa hesaba ödəniş həyata keçirilir. Biz gəlirik buradan, bir bankın bizdən tələb etdiyi məlumatları rekvizitlərə əsasən qeyd edirik. Birinci bizdən tələb olunan məlumat bankın kodudur. Bankın kodunu biz rekvizitlərdən axtarırıq. Görürük ki, Dövlət Xəzinədarlıq Agentliyinin, yəni bank rekvizitləri burada göstərilənlərdir. Excel faylının sağ tərəfində bank rekvizitləri yazılan hissədə. Bank kodu isə burada gördüyünüz kimi göstərilib ki, 210005. Bank kodunu bu bölməyə yazdıqda sistem digər hesab nömrələrini, yəni müxbir hesabı, vönünü, SWIFT kodunu və bankın adını avtomatik olaraq çıxarır. Bizə yerdə qalır vəsaiti alan struktur bölmənin məlumatlarını qeyd etmək. Bu məlumatlar isə bizim rekvizitdə sol tərəfdə gördüyümüz hesab nömrəsi, vön və bölmənin adıdır. İlk növbədə tələb olunur hesab nömrəsi. Bizim ödənişlərimiz yığma hesabına getdiyinə görə biz bunu buradan kopyalayırıq. Bu hissədə qeyd edirik. Vön bölməsini həmçinin eyni qaydada və yerdə qaldı struktur bölmənin adı və onu da gəlib buradan DSMF-nin sosial sığorta adını da buraya yazdıqdan sonra gəlirik ödənişin təyinatına. Ödənişin təyinatı büdcə təsnifat kodu və büdcə səviyyə kodu olmaqla iki yerə bölünür. Əgər biz işsizlikdən sığortanın ödənişini həyata keçiririksə, bunun büdcə səviyyə kodu 4-dür. Təsnifat kodu isə
işçi üzərindən 123 200. Gördüyünüz kimi işləyənlərin əmək haqqlarına hesablanan işsizlikdən sığorta haqqı. Yox, əgər müəssisədən tutulan işsizlikdən sığortanın ödənişini ediriksə, bu 123 100 olacaq. İşə götürənlərin əməyi ödənişi fondundan hesablanan işsizlikdən sığorta haqqı. Burada qeyd edə bilərik bizə daha çox lazım olan istifadə etdiyimiz məlumatları. DSMF sığorta olunan. DSMF sığorta olunan, yəni DSMF işçini ödənişini həyata keçirmək istəyiriksə 121 211. DSMF sığorta edən ödənişi həyata keçirmək istəyiriksə bu dəfə təsnifat kodu olacaq 121 111. İşsizlikdən sığorta haqqı sığorta olunan hesabına 123 200. İşsizlikdən sığorta edən hesabına 123 100. Eyni qaydada bunu icbari tipli sığorta edən və sığorta olunan hesabına da qeyd edirik. DSMF və işsizlikdən sığorta haqqı üzrə büdcə səviyyəsinin kodu təsnifat kodu 121 211 121 111, səviyyə kodu isə hər birində 4 olaraq qeyd edəcəyik. İcbari tipli sığortanın səviyyə kodu isə 7 olaraq qeyd olunacaq. Yəni biz burada əgər icbari tipli sığortanın ödənişini həyata keçirmək istəyiriksə, daxil oluruq icbari tipli sığorta olunanın hesabına 124 210. Bu hissədən 124 210 qeyd edirik. İşləyənlərin əmək haqqlarından hesablanan icbari tipli sığorta haqqı. Səviyyə koduna isə qeyd edəcəyik 7-ni. Məbləğ hissəsinə şirkətdə işləyən bütün işçilərin icbari tipli sığorta haqqı məbləği hesablanır, tapılır. Məsələn, fərz edək ki, olur 45 manat. Təyinat birinə də qeyd edirik ki, icbari tipli sığorta işçidən və yaxud da işə götürəndən. Biz hal-hazırda kodu 210 yazmışıq. 210 sığorta olunan olduğuna görə biz bunu İTS işçidən olaraq göstəririk. Təyinat kimi yazmamıza ehtiyac yoxdur. Özümüz üçün istəsək qeyd edə bilərik. Tariximizi yaza bilərik, bugünün tarixini. Dövlət büdcəsinə edilən ödənişlərdə tərcih ödəniş seçmək olmaz. Bütün məlumatları qeyd edildikdən sonra təsdiqlə düyməsini vurub ödənişi həyata keçiririk. Tutulmaların kütləvi formada ödənilməsi isə bankın bizə verdiyi şablon tərəfindən həyata keçirilir. Məsələn, Excel faylını nümunə olaraq yükləyirik. Bankın bizə verdiyi şablonda isə bizdən individual qaydada soruşulan məlumatlar bir Excel faylının tərkibində soruşulur. Yəni bayaq da biz bank kodunu qeyd etmişdik, alanın hesab nömrəsini və önünü yazmışdıq, təyinat 1, təyinat 2 göstərmişdik. Sadəcə olaraq kütləvi ödənişin üstünlüyü odur ki, biz kütləvi ödəniş vasitəsilə həm icbari tipli sığortanı, həm işsizlikdən sığortanı, həm DSMF-nin hər üçünü bir Excel faylının tərkibinə yazmaqla ödənişi həyata keçirə bilərik. Qeyd etdiyimiz kimi bizdə əgər burada olan rekvizitlərdən bəziləri tutalım dəyişir. Biz əgər DSMF ödənişi ediriksə, bu dəfə bizim yazacağımız təsnifat kodu 121 111 olacaq. Səviyyə kodunu isə 4 olaraq göstərəcəyik. Yəni gəlirik burada 121 111 qeyd edirik. Səviyyə kodu isə 4 olaraq dəyişilir. Və təyinat birini yazırıq. DSMF 111 qeyd etdiyimizə görə sığorta edəndən. Burada yazdığımız məbləği isə bizim ümumi müəssisəmizdə, yəni şirkətimizdə işləyən bütün işçilərin əmək haqqısından hesablanan DSMF olur. Yəni biz bura ümumi olaraq 450 manat ödəyirik və hər rübün sonunda 3 aydan bir vahid bəyannaməni təqdim etdiyimiz zaman artıq biz bildiririk ki, bizim əməkdaşlarımızdan, məsələn deyirik, Samirin pensiya fonduna 450 manatdan 50 manat köçürülsün və yaxud da
Nərminin əmək haqqısına 70 manat köçürülsün, Nihadın əmək haqqısına 80 manat, Zeynəbin əmək haqqısına 100 manat və bu 450 manat artıq vahid bəyannamədə bölüşdürülür. Yəni biz bura hər işçi üçün ayrı-ayrı DSMF-ni hesablayıb qeyd eləmirik. Ümumi şirkət üzrə bütün işçilərin DSMF-si cəmlənir və burada yazılır. Vahid bəyannamə zamanı isə bu bölünür və hər bir işçinin pensiya fonduna nə qədər yığılacaqsa ayrı-ayrılıqda göstərilir. Tutulmaların ödənişi bu qədər.